Elgünün mütemadi olarak sigaret çekmek için Gəncə Texnologiya Universitetinin yararsız istifadesiz kalan yatakxanasının həyətinə gedirmiş. Orada 1, 2, 3 sigaret çekip sonra evine gedirmiş. Cavan uşaqlarda olurdu, atası bilməsin, anası bilməsin. 11'de okuyan uşaqdır. May ayının 12'sində Elgün yeniden yatakxananın həyətinə gedir. Orada 2 sigaret çekir ve 2 sigaret çəkəndən sonra bir hadiseyle rastlaşır. Belə ki, Elgün İbrahimov 4 polis əməkdaşı və 2 mülki şəxsi görüb. Polisler mülki şəxsin maşınından polis post patrol maşınına nəsə yükləyirdilər. Elgün də çok yakında idi və gizlicə telefonla bunları çəkməyə başladı. Gizlicə. Hadisədən sonra məlum olub ki, həmin şəxslər Gəncə şəhər baş polis idarəsinin cinayət axtarış idarəsinin reisi Ramin Mehdiqanlı, onunla birlikte 3 polis əməkdaşı və narko tacirlər olubdu. Elgün bunları gizlicə videoya çəkərkən Elgünün telefonuna SMS gəlir və telefon səs eləyir. Və SMS gələndə cinayət axtarış reisi polislərə tez çığırır ki, burada kimsə var, tutun onu. Elgün qaçmaq istəyərkən onu tutublar. Yeniyetməni Elgünü tutan kimi elə yerindəcə zərbələr vururlar. Telefonunu əlindən alırlar, zərbələr vururlar. Sonra da Gəncə polis reisi General Teymur Hacıyevə, Gəncə baş polis idarəsinin rəhbəri, yəni bu əməliyyat reisi, öz reisinə, generala mərzu edir ki, böyle bir hadise oldu, telefon gördük, ne bileyim, neyin ediyini aradı, dedi o sağ bıraksazlar diye sırası yerindəcə qərar qəbul ediblər, üstəlik də bədəninə biraz xəsarətlər getiriblər və binanın başına kaldırırlar, onu oradan aşağı tulluyurlar. Gəncə o texnologiya binasının ofisitelinin hər nəsə ola binaya kaldırır, oradan tulluyurlar. Uşağın telefonundaki kadrları polisler sırası silib. Hadisə geniş istimailəşdiyi üçün böyük rezonans doğurdu. Buna göre de hadisəni araştırılması üçün grup yaradıldı. Grupa baş prokurorluq, DTX və Daxili İşlər Nazirliyi müstəntiqləri cəlb olundu. Uşağın telefonu ekspertizaya göndərildi və silinən mesajların hamısı geri qaytarıldı. Videolar, mesajlar hamısı geri qaytarıldı. Sonra da məlum oldu ki, uşaq ərazidə belə bir çəkibmiş. Ekspertiza cinayəti müəyyən etsə də hadisənin üstünü örtbasır eləməyə çalışırlar. Bu hadisənin polislər tərəfindən törədilməsinin daha bir bariz nümunəsi nədir deyirəm sizə. Bu qədər qazilər dünyasını dəyişib, bu qədər gənclər edib. Bizdə və görmüsünüzmü ki, yas yerində, dəfn mərasimində ən çox polislər olsun. Belə bir şey görmüsünüz. Ancaq polislə bağlı hadisədə polislər çox olubdur. Və dəfn mərasimində, eləcə də yas mərasimində polislər, çox saylı polislər olubdur. Bunu onun ilə əlaqələndirirlər. Mənim yuxarıdan aldığım məlumat, laf yuxarıdan aldığım məlumat budur. Amma ətrafda da belə əlaqələndirirlər ki, mütləq polisin oğlu da polis ağac belə şeyler danışılır. Çünkü birbaşa polisler hadisenin örtbasır edilməsində maraqlıdırlar. Gəncə